Mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Hələ yaşayıram, gəlir nəfəsim, vətən uğrunda döyünür nəfsim. Sona qədər ölkəmə bağlıyam, çünki mən Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəliqanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəliqanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Mən fəxr edirəm ki, Azərbaycanlıyam. Azərbaycanımızı tanıyaq və tanıdaq. Odlar yurdumun azad gençleri, üç renkli bayrakla ordumda irəli. İnanarak biz tek Allah'a birlikte gedirik, ilhamda sabaha. Yüreğimde coşur doğma nəğmələr, vətən sevgisində dəliqanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Yüreğimdə coşur doğma nəğmələr, vətən sevgisində dəliqanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. 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 Salam Azərbaycan. Xoş gördük hörmətli televiziya tamaşaçıları, studiyamızın qonaqları və bugün Azərbaycana sevgisini, Azərbaycanın necə tanıdığını sübut eləməyə gəlmiş 10 intellektualımız. Xoş gördük sizləri. Xoş gördük sizləri Azərbaycan gəncliyi və sizlərin hər biriniz mən azərbaycanlıyam.az saytına daxil olub bizim oyunun iştirakçısı olmusunuz və gerçəkdən Azərbaycan necə tanıyırsınız, məhəbbətinizi bildirmək üçün bilik savaşına, intellekt yarışına qatılmışsınız və sizin burada olmağınızdan, sizin vasitənizlə biz istifadə edib dünyanın hər yerində bizi izləyən soydaşlarımızı salamlayırıq. Onları daim yanımızda görürük və onların hər birinə vətəndə olmağı, vətənlə yaşamağı, adət və ənənələrimizi qorumağı və yaşatmağı arzuluyuruq. Və bu gözəl layihə üçün mən təbii bizim Gənclər və İdman Nazirliyinə böyük təşəkkürümü bildirirəm ki, onlar daim bizim gənclərin intellektual səviyyəsinin, fiziki sağlamlığının qayğısına qalırlar və belə bir gözəl layihəni, belə bir bilik qalasını şərti olaraq, belə deyirik, bilik qalasını gənclərimiz üçün yaradıblar və bu verilişin təşəbbüskarı olublar. Və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə çox sağ olun deyirik, onlar daim dəstəkləyirlər, bizi verilişimizin yanındadılar. Təhsil Nazirliyinə xüsusi minnətdarımızı bildiririk, təbii onlar da daim bu verilişin həyəcanı ilə yaşayırlar, daim izləyirlər. Və təbii Azərbaycan televiziyasına, Azərbaycan radio və televiziya verilişləri Qapalı Səhmdar Cəmiyyətinə çox sağ olun deyirik. Onlar sizləri yüksək səviyyədə peşəkar şəkildə özünün çox milyonlu tamaşaçılarına tanıdır və mən sizə oyunumuzun şərtlərini, sadəcə ilkin şərtlərini açıqlayıram. 3 mərhələdən ibarətdir. Birinci mərhələdə seçim turudur.
İkinci mərhələ suallara cavab verəcəksiniz. 5 mövzuda 9 suala cavab verəcəksiniz. Və üçüncü mərhələ finaldır. Birinci mərhələdə mən ölkəmizin dilbər gürşələrinə aid bir sual səsləndirirəm. Sonra vaxt getdi deyirəm. Bu hələ işarə deyil sizə. Vaxt getdikdən sonra studiyada bir zil səs eşidəcəksiniz. Bax, bu səs bitdikdən sonra qarşınızdakı düyməni basırsınız və kimin qarşısındakı fənər işıqlansa, o artıq oyuncuya çevrilir və yəni suala cavab vermək hüququ qazanır. Suala düzgün cavab verəndən sonra isə ikinci mərhələ başlayırıq. Bura kimi hər şey aydındırsa, sizlərlə tanışlığa başlayırıq. Tanışlıq! Rüstəm Rüstəmli. Rüstəm tələbəlik mərhələsini artıq keçib, magistraturada oxuyur və uğurlar arzuyuruq. Bu elmi başlanğıclarında daha böyük uğurlar arzuyuruq. Coşkun Mursaquluyev. Arzu Nurullayeva. Asif Oruclu. Günay Rızayeva. Xavər Əliyeva. Ayaz Vəliyev. Güldəstə Məmmədova. Vüsal Salayev və Şəhriyar Bəylərzadə. Sizin hər birinizə uğurlar arzulamaqla sizlərlə ilk seçim turuna başlayırıq. Bu rayon Bərdə, Zərdab, Ağdam, Xocavənd və Beyləqan rayonları ilə həmsərhəddir. Rayonun mərkəzi Ağdam dəmir yolu stansiyasından 45 km, Bakıdan 374 km aralı, Qarqar çayının hər iki sahilində Mil və Qarabağ düzündədir. Bu rayonumuz hansı rayondur? Vaxt getdi. Vüsal Salayev. Deyəsən düzgün cavab bilir. Mən fikrimcə bu Ağcabədi rayonudur. Vüsalın fikrincə bu Ağcabədidir və tamamilə doğrudur. Ağcabədi. Vüsalı dəvət edirik. Bilik yarışına, intellekt savaşına. Vüsal, ilk seçim turunun ilk qalibi kimi təbrik edirik və arzu edirik finala çıxasan. Və bax, yolumuz Ağcabədidəndir. Baxaq. Belə, Vüsal, Ağcabədiyə kiçik qiyabi səyahət elədik. İndi tamaşaçılarımız səni daha yaxından tanısınlar. Buyur. Mən Vüsal Salayev 1994-cü ildə Ləriş rayonunun Jıvarı kəndində anadan olmuşam. Həmin kəndin orta məktəbini bitirmişəm və bu il Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olmuşam. Uğur arzuluyuruq sənə, Vüsal. Oyunumuzun şərtlərini bilirsən. İkinci mərhələnin şərtlərini izah edirəm. Burada 5 mövzuda 9 suala cavab verəcəksiniz. 3 sualdan bir mütləq mövzunu dəyişməliyik, bu əsas şərtdir və iş köməyiniz olacaq. İntellektinə, biliyinə güvəndiyiniz, istədiyin adamla və burada da intellektual və bilikli gənclərimiz çoxdur. Belə, dil və ədəbiyyat, tarix və etnografiya, mədəniyyət və incəsənət, coğrafiya və ümumi mövzu. Tarix və etnografiya. Tarix və etnografiya mövzusu ilə biz Vüsalla oyunumuzu başlayırıq. Belə bir sual. Xəzər dənizi yaxınlığında Mahmud Abad şəhərini kim inşa etdirib? Vaxt getdi. Vaxt dayansın. Var. Vaxt saxlaya bilər. Cavabım odur ki, bu Hülakü xanı Qazan xan. Alqışlar düzdür.
Bəli. Tamamilə doğrudur. Növbəti sualımız. 227-ci ildə yenidən müstəqilliyini itirib, Sasanilər dövlətinin tərkibinə qatılan Azərbaycan dövləti hansıdır? Vaxt getməsin, bu Atropatena dövlətidir. Alqışlar. Buchenwald ölüm düşərgəsində yaradılan təşkilatın rəhbərlərindən biri olaraq faşistlərə qarşı gizli mübarizə aparmış həmyerlimiz. Vaxt getdi. Buchenwald ölüm düşərgəsində. Bəli. Həmyerlimiz. Səhv eləmirəmsə, Əkbər Ağayev, Əkbər Ağayev. Düzdür, doğrudur. Bəli. Belə, Vüsal, mövzunu yekunlaşdırdıq. Bəli. Coğrafiya mövzusu ilə davam etdirək. Coğrafiya mövzusu ilə biz Vüsalla oyunumuzu davam etdiririk. Əsasən çay dərələrində yerləşən qoruqlar hansılardır? Vaxt getdi. Bir neçə dənə cavab olmalıdır. 2 qoruq. Qoruqlar. Biri Qarayazıdır. Ha? Kürün mənsəbində, Kürdə yerləşir, Aha. Kür ətrafında. O birisi Kömək var, istəsə götürəcək köməyi. kömək götürüm. Kömək götürürük. Kim kömək eləyə bilər? Sülhəddin. Və görək bu dəfə düzgün cavab verə biləcəkmi? Buyur. Ələsov Sülhəddin, Azərbaycan Dövlət Neft Akademiyası 1-ci kurs. Mənim fikrimcə bu Qarayazı və Türyançay. Türyançay deyirsiniz. Bax, belə bir variant səsləndirdi. Qarayazı və Türyançay. Bunu qəbul etmək, etməmək artıq sənin ixtiyarındadır. Qəbul edirəm. Qəbul edirik və hər ikiniz alqışlar Sülhəddinə də sənə də. Türyançay, Qarayazı yadda saxlayırsınız. Coğrafiya mövzusunda növbəti sualımız. Zaqatala, Astara, Bakı, Sədərək. Adları çəkilən bu inzibati əraziləri necə adlandırmaq olar? Yəni, ümumi bir söz var ki, bunlara aiddir. Vaxt getdi. Zaqatala, Astara, Bakı, Sədərək. Fikrimcə bu əraziləri birləşdirən cəhət Azərbaycanın ucqar nöqtələrinin bu ərazilərdə yerləşməsi. Alqışlar, bəli, bəli, tamamilə doğrudur. Bəli. Diqqət. Respublikamızın ərazisində hansı ovalıqlar yerləşir? Vaxt getdi. Kür-Araz ovalığı, Lənkəran ovalığı, bir də Samur Dəvəçi ovalığı. Samur Dəvəçi. Təsdiq edirik bunları. Alqışlar düzdür. Samur Dəvəçi, Lənkəran, Kür-Araz. Yadda saxlayırıq. Beləliklə biz coğrafiya mövzusunda yekunlaşdırdıq. Hələ bir kömək ehtiyatda var. Darıxmırsan, həyəcanlanmırsan. Mövzu, buyur. Mövzu dil ədəbiyyat. Dil və ədəbiyyat mövzusu ilə biz Vüsalla oyunumuzu davam etdiririk. Qeyri-müəyyən yiyəlik hal, qeyri-müəyyən təsirlik halda olan sözlər hansı suala cavab verir? Vaxt getməsin, bu nə sualıdır? Vaxt getməsin, bu nə sualına cavab verir? Doğrudur. Gülmək insana yaraşır cümləsində hansı sintaktik əlaqələr yoxdur?
Vaxt getdi. Darıxmırsan, bir köməyin var. Kömək götür. Kömək götürürük. Mən xahiş edirəm hamıdan. İcazə versəz mən aparıcılıq səlahiyyətini kömək istifadə götür. edib bu gənc balamızı dəvət eləyək bura. Elə inamla əlin qaldırıb ki, ona mümkün deyil imtina eləmək. Mən Salayev Mirteyran. Mənim fikrimcə bu tabiçilik yanaşmadır. Bunu qəbul etmək, etməmək sənin ixtiyarındadır. Qəbul edəcəm. Qəbul Əmim edirik. oğludur ona görə. Ha, əmin O səhv oğludur, cavab ona verməz. görə. Mir Tehrana və əmisi oğlu olduğuna görə və düz cavab verdiyinə görə sürəkli bir alqışlar. Mir Tehran, necə oxuyursan məktəbdə? Yaxşı. Bura gəl, zəhmət olmaz, gəl bura, bir yerdə aparacıq verir, gəl bura. Özün haqqında biraz məlumat ver, danış. Mən Salayev Mirteyran. Lirik rayonun Züvari kəndində anadan olmuşam 1999-cu ildə. Sən də oradan gəlmişsən, yoxsa burada oxuyursan? Mən indi Lənkəranda oxuyurdum və bu il bura gəlmişəm. Bu il bura gəlmişsən, gəzirsən də Azərbaycanı öyrənə-öyrənə. Maraqların nədir, nəyi sevirsən, nəyi xoşlayırsan? Mən boş vaxtlarımda daha çox əlavə oxumaq və futbol, idmanla məşğul maraqlanıram. Arzum isə mən 3-cü qrupa imtahan verib qəbul olmaqdır. Bir də boş vaxtlarında şeir yazmaqla. Şeir yazırsan, artıq şeir yazır. Şeir yazırsan və rəsm. Şeirlə Azərbaycan, yəni ki, indi bilirsiniz ki, 20% torpaqlarımız işğal altındadır və igidlərimizi daha çox bu döyüşə səsləmək üçün, onları daha çox ruhlandırmaq üçün şeir yazıram və bu mövzuda ən çox dövlət, vətən mövzusunda şeirlər yazıram. Eşq olsun. Mir Tehran, əgər səndən xahiş eləsək, yazdığın şeirlərdən birini, ən xoşladığını oxuyarsan mı bizə? Bəli. Buyur. Bura gəlin Mir Tehran. Artıq ən təntənəli məqamlardan biri. Buyur. Bayraq. Xalqımın şərəfi, qeyrəti bayraq. Başımdan ucasan ey ulu bayraq. Qələbə yerində dalğalanırsan. Hər şeydən dəyərli, qiymətli bayraq. Canımı verərəm yolunda sənin. Ey mənim şərəfim, şöhrətim bayraq. Qızıldan qiymətli, dəyərlisən sən. Bayraqların şahı 3 rəngli bayraq. Ay bravo, ay Allah, Allah. Aferin. Alqışlayaq Mir Tehranı bir də. Vətən haqqında, torpaq haqqında, bayraq haqqında, himnimiz haqqında düşünən bağlarımız çoxdur və Mir Tehran da onların sözünü çatdırdı və biz hər birimiz, gənclərimiz hər birimiz təbii həmişə bayrağımızın, torpağımızın, konstitusiyamızın, himnimizin, prezidentimizin yanında olmalıyıq. Aferin, sağ ol Mir Tehran. Və bir köməyin qalıb, Vüsal, və sonuncu sualdayıq. Diqqət. 1990-cı il 20 yanvar hadisələrinə həsr olunmuş Şəhidlər poemasının müəllifi kimdir? Vaxt getdi. Bir köməyin var, darıxmırsan. Çox məşhur poemadır. Televiziyada kompozisiya, Azərbaycan televiziyasında xüsusilə gözəl kompozisiya hazırlanıb bu poemaya. Bir köməyin var, onsuz da finalda lazım olmayacaq. Bəxtiyar Vahabzadə. Bəxtiyar Vahabzadə. Qəbul eləyə bilərik. Qəbul eləyin. Qəbul eləyirik. Bəli. Mən səni istəmirdim uduzduram da, özün dedin. Alqışlar tamamilə doğrudur. Doğrudur, bəli. Şəhidlər poemasının müəllifi böyük şairimiz Bəxtiyar Vahabzadədir və sənə də minnətdarımızı bildiririk. Gözəl oyun üçün, parlaq oyun üçün alqışlarla ilk finalçımızı, ilk seçim turunun qalibi həm də ilk finalçımız oldu və bunu mən sizlərə də arzuluyuram. Və sizlərlə növbəti seçim turuna başlayırıq. Hansı rayon Azərbaycanın Şabran, Quba,
Qusar rayonları ilə, eləcə də Rusiya Federasiyası ilə həm sərhəddir. Rayon Xəzər dənizinin sahilində yerləşir. Bu hansı rayonumuzdur? Vaxt getdi və Asif Oruclu. Mənim fikrimcə bu Xaçmaz rayonudur. Xaçmaz tamamilə doğrudur. Və biz Asifi dəvət edirik. Asif Oruclu bilik yarışında, intellekt savaşında. Yolumuz Xaçmazdandır, yolumuz rahatdır, gözəldir və mənzərəlidir. Baxaq. Belə Asif, Xaçmaza kiçik, cüz'i səyahət elədik. Tamaşaçılarımız səni daha yaxından tanısınlar, buyur. Adım Asifdir. Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlərini bitirmişəm. Bitirmişəm. Hal-hazırda magistraturaya hazırlaşıram. İnşallah uğurlar arzulayırıq bütün gələcək fəaliyyətində və təhsilində. Belə Asif, şərtlərimizi bilirsən, 5 mövzumuz var, 9 suala cavab verməlisən, 3 sualdan bir mövzunu dəyişirik və 2 köməyin var. Buyur. Coğrafiya mövzusunu seçmək istəyirəm. Coğrafiya mövzusu ilə biz Asif ilə oyunumuzu başlayırıq. Respublikamızda qar və buzlaq suları ilə qidalanan çay hansıdır? Vaxt getdi. Vaxt saxlayıram. Vaxt saxlayırıq. Qusar çay. Qusar çay. Qəbul eləyək. Qusar çay tamamilə doğrudur. Növbəti sual. Azərbaycanda yayılmış iqlim qurşaqları hansılardır? Azərbaycanda bölgələrə bölsək yer, subtropik iqlim qurşağında cənub zonasının müəyyən hissələri Masallıya qədər, çox hissə subtropikdir, yarımsəhərə quru çöl iqlimidir və şimal hissələrdə çox cüzi olaraq mülayim qurşağa düşən hissələr var. Qəbul eləyək? Bəli. Alqışlar düzdür. Mülayim və subtropik. Bəli. Coğrafiya mövzusunda 3-cü, sonuncu sualımız. Azərbaycanda tütünçülüyün daha çox inkişaf etdiyi iqtisadi rayonlar. Vaxt getdi. Şəki-Zaqataladır biri. İqtisadi rayon olaraq tütünçülük quru iqlimdə də ola bilər, hə? Ona görə Naxçıvan iqtisadi rayonu. Naxçıvan Muxtar Müstəqilin ərazisi. Düzdür Naxçıvan. Asif mövzunu dəyişməliyik, buyur. Tarix və etnografiya. Tarix və etnografiya mövzusu ilə biz Asiflə oyunumuzu davam etdiririk. Şirvanşahların qoşunları 982-ci ildə hansı şəhəri ələ keçirdilər? Vaxt getdi. Şirvanşahların qoşunları 982-ci ildə. Keçmiş Albaniyanın paytaxtı Bərdə şəhəri. Bərdə, düzdür, tamamilə doğrudur. Bərdə. Növbəti sualımız 1827-ci il iyulun 5-də baş vermiş bu döyüşdə Ruslar qələbə qazandılar və Abbas-Abadı işğal etdilər. Bu hansı döyüş idi? Vaxt getdi. Abbas-Abad döyüşü. Abbas-Abadı işğal etdilər, bəli. Bu döyüş tarixdə nə adla qalıb? Burada
da köməklərdən istifadə etmək istəyərdim. Köməkdən istifadə edirik. Kim kömək edə bilər? Buyur. Yəni dəqiq cavabı bilən varsa, Əhmədova Aynurə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 1-ci kurs tələbəsi. Mənim fikrimcə bu Cavanbulaq döyüşüdür. Əhmədova Aynurə, Bəli. Pedaqoji Universitetdən. tamam bu. Belə bir variant səsləndirdi. Xanım, bunu qəbul etmək, ya etməmək sənin ixtiyarındadır. Məncə riskə getməyə dəyər və qəbul edirəm. Amma dəqiq bilmirəm, qəbul edim yoxsa yox. Başqa şansın da yoxdur. Siz Başqa şansım da yoxdur, yəni. Amma qəbul elədik. Eləyirik qəbul. tərəddüd edirəm, amma qəbul edək. Başqa variant yoxdur çünki. O boyda gözəl universitetin tələbəsi, belə gözəl bir xanım gəlib sənə düzgün cavab verir. Hələ bir tərəddüd edir, əlbəttə. Cavanbulaq! Aynurə xanım alqışlayırıq, tamamilə doğrudur. Bəli. Sağ ol Aynurə xanım və Pedaqoji Universitetə buradan Yadımdan çıxmaz bu salamlar. sualın cavabı. Alqışlar, hə? Da bu sualın cavabı yadımdan çıxmaz. Heç vaxt çıxmaz. Diqqət. 1844-cü ildə Qafqazda hansı dövlət qurumu yaradılmışdır? Vaxt getdi. Qafqaz canişinliyi. Qafqaz canişinliyi. Qafqaz canişinliyi El idarəsi adlanır, dövlət hə. qurumu yaradıldı. Tamamilə doğrudur. Bakıda onun bağı da var idi. Canişinin Bakıda bağı da var idi. Qubernator bağından qabaq həmin ərazi onun bağı olmuşdu. Sonra qubernator. Çox yaxşı. Asif mövzunu dəyişməliyik, buyur. Dil ədəbiyyat. Dil və ədəbiyyat mövzusu ilə biz Asiflə oyunumuzu davam etdiririk. Ünsiyyətdən zövq almaq dostluğun başlıca əlamətidir. Cümləsinin mübtədası nə ilə ifadə olunub? Cavab verim. Buyur. Ünsiyyətdən zövq almaq məsdər tərkibi ilə. Düzdür, alqışlar. Dil və ədəbiyyat mövzusunda növbəti sualımız. Bu da Azərbaycan dilinin qrammatikasına aiddir. Cümlədə özündən əvvəlki üzvün mənasını izah edib, konkretləşdirən söz və ya söz birləşməsi necə adlanır? Vaxt getdi. Cümlədə özündən əvvəlki üzvün mənasını izah edib, Beləliklə, cümlə üzvlərinin əlavəsi. alqışlar düzdür. Yəni əlavə cümlə. Və biz sonuncu sualdayıq. Bu suala düzgün cavab tapsan, artıq finaldasan. Belə bir sual, diqqət. Seyid Əzim Şirvaninin əxlaqi didaktik əsərlərinin ana xəttini hansı ideya təşkil edir? Vaxt getdi. Maarifçilik. Maarifçilik. Böyük tərəddüdlər içində, qeyri-müəyyənlik əndazəsində və Asif Maarifçilikdir. maarifçilik deyibən finala atladı. Finaldasan. Deyirəm də. Finaldasan. Axır ki. Uğurlar arzulayıram. Finalda daha cəsarətli və daha inamlı oyun arzulayıram. Sizlərlə isə növbəti seçim turuna başlayırıq. Hansı şəhər Respublikanın 4-cü sənaye mərkəzidir? Vaxt getdi. Vaxt getdi və Ayaz Vəliyev deyəsən düzgün cavab bilir. Mənim fikrimcə bu Mingəçevir rayonunda. Ayazın fikrincə bu Mingəçevirdi, elə bizim də fikrimizcə Mingəçevirdi. Və biz Ayazı dəvət edirik bilik yarışına, intellekt savaşına. Ayaz
Ayaz, təbrik edirik. Yolumuz Mingəçevirdəndir. Gözəl bir şəhərimizdir. Hörmətli prezidentimizin əmri ilə bu yaxınlarda orada Mingəçevir teatrda çox gözəl təmir olundu və əzəmətli bir mənzərədir. O meydan ümumiyyətlə gözəl təmir olunub. Baxaq. Ayaz, indi tamaşaçılarımız səni daha yaxından tanısınlar, buyur. Mən Vəliyev Ayaz, 1993-cü 23 dekabrında Sumqayıt şəhərində anadan olmuşam və 11 illik məktəbi qurtardıqdan sonra Azərbaycan Dövlət Neft Akademiyasının Sənaye Təşkili və İdarə Olunması ixtisasına qəbul oldum, 1-ci kurs. Çox gözəl uğurlar arzulayırıq. Çox sağ olun. Oyunumuzun şərtləri aydındır. Bəli. 5 mövzudur, 9 suala cavab verməlisən, 3 sualdan bir mövzunu dəyişəcəyik və təbii 2 köməyin olacaq. Buyur. Tarix və etnografiya. Tarix və etnografiya mövzusu ilə biz Ayazla oyunumuzu başlayırıq. Sonuncu Salari hökmdarı kim olub? Vaxt getdi. Kömək göstərək. Kömək. Buyur. Kim kömək edə bilər? Süləttin. Süləttin. Bəli. Buyursun, buyur. Mənim fikrimcə bu İbrahim İbn Mərzban. İbrahim İbn Mərzban. İbn Mərzban. Bax, belə bir variant səsləndirdi Süləttin. Bunu qəbul etmək ya etməmək sənin ixtiyarındadır. Qəbul edirik. Qəbul edirik və alqışlayırıq. Tamamilə doğrudur. İbrahim İbn Mərzban. Bəli. Növbəti sualımız, diqqət. Şah İsmail'in bu səhvini davamçıları yalnız 100 il sonra aradan qaldırdılar. Nədən ibarət idi? Hörmüz boğazını verdi Portuqaliyaya. Yəni İran körfəzinin itirilməsi. Düzdür, tamamilə doğrudur. ...1583-cü ildə baş vermiş bu döyüşdə Osmanlılar Qızılbaşlıları məğlub etmişlər. Bu hansı döyüş idi? Vaxt getdi. Məşəl savaşı idi. Məşəl savaşı, düzdür. Və Ayaz, biz mövzunu dəyişməliyik. Coğrafiya mövzusu. Coğrafiya mövzusu ilə biz Ayazla oyunumuzu davam etdiririk. Azərbaycanda ən mühüm qaz yataqları hansılardır? Vaxt getdi. Vaxt getdi. Vaxt dayansın. Vaxt dayansın. Şahdəniz. Şahdəniz və yataqlar hansılardır? Qaradağ və Şahdəniz. Qaradağ və Şahdəniz tamamilə doğrudur. Növbəti sualımız. Azərbaycanda əlvan metallurgiyanın əsas xammal mənbəyi nədir? Vaxt getdi. Azərbaycanda əlvan metallurgiyada yəni hansı xammaldan istifadə olunur? Əsas. Bir köməyin var ehtiyatda. İstifadə eləyək köməkdən. İstifadə eləyək. Bəli. Köməkdən istifadə eləyirik. Kim kömək eləyə bilər? Sülhəddin. Sülhəddin, bəli. Köməyini təklif eləyir. Mənim fikrimcə bu polimetal. Belə bir variant. Sürətlə razı deyiləm. Boksit mənim fikrim. Öz variantın? Bəli. Boksit. Boksit ehtiyatları, düzdür. Diqqət. Respublikamızdakı meşələrin 85%-də yalnız 3 ağac növü var.
Bunlar hansı ağaclardır? Cavab verim. Buyur. Fıstıq, vələs, palıd. Fıstıq, vələs, palıd. Düzdür. Ayaz, beləliklə biz mövzunu dəyişməliyik. Ümumi. Ümumi mövzu ilə biz Ayazla oyunumuzu davam etdiririk. Azərbaycanda ilk peşəkar teatr təhsil ocağı olan Bakı Teatr Texnikumunun ilk direktoru kim olub? Vaxt getdi. Və vaxtilə Hacı Zeynalabdin Tağıyevin vəsaiti ilə Milanda təhsil alır. Variant yoxdur, xeyr. Variantın yoxdur. Amma yadda saxlaya bilərsən. Düzgün cavab Azərbaycanın ilk opera müğənnisi Milanda təhsil almış və Anar Rızayevin, Anar müəllimin filmində çox böyük səhnə ithaf olunub həmin xanıma. Şövkət xanım Məmmədovadır. Adına hal-hazırda studiya var. Şövkət Məmmədova, yadda saxlayın, bu xanımdır. Uğurlar, gələcəkdə, gələcək başlanğıclarında. Və sizlərlə növbəti seçim turuna başlayırıq. Qarabağlar türbəsi harada yerləşir? Vaxt getdi. Aha, Xavər Əliyeva. Mənim fikrimcə bu Naxçıvanda yerləşir. Xavər xanımın fikrincə bu Naxçıvanda yerləşir. Tamamilə doğrudur. Belə, Xavər xanım təbrik edirəm. Yolumuz Naxçıvandandır. Baxaq. Xavər xanım, tamaşaçılar sizin haqqınızda biraz məlumat alsın, buyurun. Mən Əliyeva Xavər, 1991-ci ildə Tovuz rayonunda dünyaya gəlmişəm. Hal-hazırda Azərbaycan Dövlət Müəllimlər İnstitutunda təhsilimi davam etdirirəm. Belə maraqların istəyin, nə ilə maraqlanırsan, nə? Daha çox musiqilə maraqlanıram. Dil öyrənməyi sevirəm. Çox gözəl və uğurlar arzulayırıq. Xavər xanım, deməli şərtlərimiz aydındır. 5 mövzumuz, 9 sual, 3 sualda bir mövzunu dəyişməliyik və 2 köməyiniz olacaq. Buyurun. Dil ədəbiyyat mövzusu. Dil və ədəbiyyat mövzusu ilə biz Xavər xanımla oyunumuzu başlayırıq. Feilin hansı zaman şəkilçisindən sonra şəxs sonluğu mütləq işlənməlidir? Vaxt getdi. Feilin hansı zaman şəkilçisindən sonra şəxs sonluğu mütləq işlənməlidir? Vaxtı dayandır. Vaxt dayandırır? Dayandır. Mənim fikrimcə bu feilin keçmiş zaman şəkilçisidir. Hansı keçmiş zaman? Nəqli keçmiş zaman. Nəqli keçmiş zaman, düzdür. Növbəti sual. Diqqət. Deyilən söz yadigardır cümləsinin təyini nə ilə ifadə olunub? Vaxt? Vaxtı dayandırıram feili sifətlə. Alqışlar. Gözəl. Növbəti sualımız. Yusif Vəzir Çəmənzəminlinin 1934-cü ildə yazdığı və Azərbaycan ədəbiyyatında ilk tarixi fəlsəfi roman hesab olunan əsəri hansıdır? Vaxt getdi. Köməkdən istifadə etmək istəyərdim, buyursun oğlan. Buyurun, gəlin mikrofonu götürün.
Mahmud Orxan, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası. Mənim fikrimcə bu Qızlar Bulağıdır. Qızlar Bulağı Bəli. deyir. Bax, belə bir roman adı səsləndirir. Bunu qəbul etmək, etməmək sizin ixtiyarınızdadır. Qəbul edirəm. Qəbul edirik və alqışlayırıq. Alqışlayırıq. Qızlar Bulağı. Yadda saxlayın, belə bir gözəl, romantik bir adı olan əsərdir. Çox da maraqlı əsərdir. Beləliklə, dil və ədəbiyyat mövzusunu yekunlaşdırdıq. Tarix və etnografiya. Tarix və etnografiya mövzusu ilə biz Xavər xanımla oyunumuzu davam etdiririk. 1382-ci ildə qardaşı Sultan Hüseyni öldürərək hakimiyyətə gələn Cəlari hökmdarı kim idi? Vaxt getdi. Sultan Əhməd. Sultan Əhməd. Doğrudur. Növbəti sual. Diqqət. 1497-ci ildə baş vermiş bu döyüşdə Gödək Əhməd məğlub olaraq öldürülmüşdür. Bu hansı döyüş idi? 497-ci. Vaxt getdi. Köməkdən istifadə edərdim. Köməkdən istifadə edək. Çox heyf. Kim kömək edə biləcək? Sülhəddin kömək etsin. Sülhəddin istəyirsiniz kömək eləsin, buyurun. Ələsov Sülhəddin, Azərbaycan Dövlət Neft Akademiyası. Mənim fikrimcə bu Sultaniyə döyüşü. O belə bir variant səsləndirdi. Sultaniyə dedi. O 96-dadır. Əyləş, Sülhəddin, sağ ol, sağ ol. Beləliklə, Xavər, ümid özünədir. Cavabın yoxdur. Yoxdur. Təəssüf deməliyik. Təəssüf deməliyik. Bitti. Düzgün cavab İsfahan döyüşü idi. İsfahan yaxınlığındakı döyüş. Eyb yoxdur Xavər xanım, eyb yoxdur. Olur, həyəcandan, gərginlikdən olur. Əsas iştirakdır, əsas iştirak elədiniz. Uğurlar gələcək oyunlarda, gələcək intellektual yarışlarda. Beləliklə, biz sizlərlə artıq gəlib oyunun final mərhələsinə çatmışıq. Sizlər təbii bu gərgin oyundan sonra yorulmuşsunuz. Sizləri dəstək olmaq üçün, qol qanad olmaq üçün son dərəcə məlahətli və gözəl səsi. Mən hətta özümə boyuma məsuliyyət götürüb həmişə ona boy uzun Burla xatın deyirəm. Uca boylu, gözəl müğənnimiz, ən məlahətli səslərimizdən biri bizim verişdə olub, şərəf gətirib və bir də sizin görüşünüzə gəlib İlhamə xanım, İlhamə Qasımova. İste gündüzüm gece olsun iste, çovgunum bahar olsun iste, bütün dünyam senin olsun, tek sen iste. Nefesime, toxunsun bədənimə, hər gecəmi, gündüzümü qataram bir-birinə. Qərqələ öpüşlərə, qərqələ məhəbbətə, gəl gizlicə görüşək, həsrətə son verək. Bilirəm ki sevirsən, onu da bilməyirsən, necə unutmaq olar o mənli günləri. Məni sevdinsə asan, məndən ayrılmaq çətin, gəl ver mənə əlini, istə məni. İste gündüzüm gece olsun iste,
Belki dönüp de yeniden seveceksen gel geriye ertelesen, yoksa bir gecikeceksen. Aramızda bu yollar geçilmez uçurumlar, ne azaplar gördük biz. Bunu da geçersen senin için yaşayırım, senin için ölerim. Hatta ölene kadar yolunu gözleyeceğim. Qoy sönməsin alıqlı məhəbbətim, gəl ver mənə əlini. İstə məni, istə gündüzüm gecə olsun, istə çovğunum bahar olsun, istə bütün dünyam sənin olsun, tək sən istə. O istə gündüzüm gecə olsun, istə çovğunum bahar olsun, istə bütün dünyam sənin olsun, tək sən istə. İstə gündüzüm gecə olsun, istə çovğunum bahar olsun, istə bütün dünyam sənin olsun, tək sən istə. İstə gündüzüm gecə olsun, istə çovğunum bahar olsun, istə bütün dünyam sənin olsun, tək sən istə. Beləliklə biz sizlərlə gəlib final mərhələsinə çatdıq. Finaldayıq. Finalda iki oyuncumuz var. Vüsal Salayev və Asif Oruclu. Finalda həmin şərtlər yenə yerində qalır. Sualı səsləndirirəm, vaxt getdi deyirəm. Qarşınızdakı düyməni basırsınız və düzgün cavabı verən oyuncu artıq qalib olur. Digər oyuncunun bir şansı var. Düyməni əvvəl basan oyuncu səhv cavab versin. Sualsa belədir. O, Azərbaycanda coğrafiya üzrə tədris metodikasının banisi. İlk coğrafiya dərsliyinin Qafqaz coğrafiyası, ümumi coğrafiya, coğrafiya terminləri lüğəti əsərlərinin müəllifidir. Bu insan kimdir? Vaxt getdi. Beləliklə, Vüsal Qafur Rəşid Mirzəzadə. Qafur Rəşid Mirzəzadə. Dediniz. Bəli. Bu variantı səsləndirdiniz. Bəli. Fikrimcə. Siz mikrofonu verirsiniz indi Asifə. Asif, sənin başqa variantın var, yoxsa elə bu variantına razı? Məncə bu Qafur Rəşad Mirzəzadədir. Beləliklə, Qafur Rəşad Mirzəzadə variantı səsləndi. İki oyuncumuz qalmışdı. Təbii burada düymə basmaq zirəkliyi önə çıxır. Barmaqların cəldliyi köməyə gəldi. Hər ikiniz eyni variantı səsləndirdiniz. Ona görə təbii biz düymədə üstün olan və birinci cavabı səsləndirən oyuncunu təbrik edərək dəvət edirik və deyirik, bəli, bu Qafur Rəşad Mirzəzadə. Tamamilə doğrudur, təbrik edirəm, təbrik edirəm. Hər ikiniz qalibsiz.
Ümumiyyətlə oyuncuların hər biri qalibdir. Sadəcə sən bir addım irəlidə oldun, bir addım öndə oldun, daha zirək oldun. Bu, mən Azərbaycanlıyam intellektual oyunun qalibi. Fərman artıq sənindir. Bu gözəl kompüter artıq sənindir. Gerçəkdən doğrudan da sizin hər biriniz mənim üçün qalibsiniz. Xüsusilə Asif Oruzlu. Yəni, hər ikisi eyni variantı bilirdi. Sadəcə düymədə Vüsal bir qədər irəlidə oldu, cəld oldu, çevik oldu və qalib oldu. Əgər ürək sözlərin varsa, deyəcək sözlərin varsa, var. Buyur onda ürək sözlərində. Mən bu verilişi yaratdığına görə Gənclər və İdman Nazirliyinə, bu çəkiliş apardığına görə ASTV kanalına və sizə çox təşəkkürümü bildirirəm ki, biz gənclər üçün belə şərait yaradırsınız və biz də intellektimizi göstəririk və mən bir şey demək istəyirəm ki, mən fəxr etmişəm, edirəm və edəcəyəm ki, mən Azərbaycanlıyam. Biz də fəxr edəcəyik ki, bizim Azərbaycanımızın sizin kimi gəncləri var, sizin kimi intellektualları var və həmişə öndə olun, birinci olun, qalib olun. Alqışlarla yola salırıq Vüsalı. Yaşasın Azərbaycan gəncliyi, siz həmişə qalib olmalısınız. Həmişə dediyimiz kimi, yenə deyirik, Azərbaycan gəncliyi həmişə öndə olmalıdır. Çünki hər bir şərait var bunun üçün, hər bir imkanlar yaradılır və sizlər birinci olmağa adi bir norma kimi baxmalısınız. Həmişə birinci olmalısınız, həmişə birinci olun, ucada olun. Belə ki, vətənin gələcəyi sizlərsiniz. Bu vətənin, bu torpağın, bu bayrağın, bu himnin gələcəyi sizlərin əlinizdədir. Var olsun Azərbaycan gəncliyi!